Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Maddi X verilişi efirdədir. Verilişimizin bu həftəki efir buraxılışında biz yaşadığımız binalar nə qədər təhlükəsizdir, bu mövzunu müzakirə edirik. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikinti Təhlükəsizliyi Nəzarət İdarəsi Muxtar Respublika ərazisində tikintiyə aid fəaliyyətin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir. Demək, tikintiyə dövlət nəzarəti, tikinti quraşdırma işləri başlanılması barədə ilkin məlumatlar bizim idarəyə daxil olduğu tarixdən, demək, tikinti işləri, tikinti quraşdırma işləri tam başa çatan tarix və müvafiq istismara hazırlıq aktı verilən tarixədək olan dövrdə həyata keçirilir. Ən çox rast gəlinən pozuntular layihədən kənar dəyişikliklərin edilməsidir. Tikinti zamanı keyfiyyətsiz, normalara uyğun olmayan tikinti materiallarından istifadə olunmasıdır. Yanğın təhlükəsizliyi tələblərinin pozulması, elektrik və qaz xətlərinin düzgün çəkilməməsi, daşıyıcı elementlərdə texniki tələblərin pozulması, yəni bu daşıyıcı elementlərdə texniki tələblərin pozulması nə anlama gəlir? Deməli, riger və kolonlarda tikinti zamanı demək, müvafiq konstruksiyaya uyğun olaraq istifadə olunan tikinti materialları layihədən uzaqlaşdırılır, yəni layihəyə uyğunluğu olmur. Tikilən yaşayış binaları, elə ümumiyyətcə binalar üçün ilkin olaraq təqdim olunmuş sənədlər ekspertiza müəssisəsinə göndərilir. Ekspertiza müəssisəsində müvafiq tikinti, yanğın və texniki tələblərə cavab verməsi diqqətlə yoxlanılır. Bu zaman demək, tikintilərin konstruktiv daşıyıcıları, evakuasiya yolları, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, kommunikasiya xətlərinin düzgün çəkilməsi diqqətlə araşdırılır. Əgər bu layihələrdə nöqsanlar aşkar olunarsa, ekspertiza müəssisəsi tərəfindən müsbət rəy verilmir. Tikintilərin həyata keçirilməsi üçün ilkin təqdim olunmuş sənədlər ekspertizadan keçirilir, yəni müsbət rəy əsasında keçirilir və bu zaman tikintiyə icazə verən orqan tərəfindən bizə müraciət olunur, məlumat verilir. Həmin an bizdə dövlət nəzarəti başlayır. Yəni ki, tikinti tam istismara hazırlıq aktı verilənə qədər. Bu müddət ərzində əgər tikintidə hansısa dövlət nəzarəti zamanı qayda pozuntuları, norma pozuntuları aşkarlanarsa, bu zaman tikinti işləri dayandırılır. Bu pozuntular aradan qaldırılana dək tikinti işlərinin aparılmasına icazə verilmir. Son illər şəhərimizin süliyyəti sürətlə dəyişir. Yeni tikillər, müasir binalar şəhərimizə xüsusi bir görkəm, ab-hava qatır. Amma görünüş hər zaman təhlükəsizlik demək deyil. Bina üzvləri ilə bağlı keyfiyyət məsələsi, quraşdırılması və o cümlədən zamanla aşıma uğraması, baxın, bütün bunlar böyük risklər yaradır. Ümumiyyətlə, bina fasadlarında risk yaradan materiallar, xüsusən ağır keramogranitlər, sertifikatlaşmamış materiallar, normativlərə uyğun bərkidilməmiş modellərdən istifadə olunduqda risk yaradır. Bunların qopma, çatlama və yaxud da ki, düşmə təhlükələri olur. Binanın istiliyinə, xarici görünüşünə, istismar müddətinə belə təsir göstərir. Bina fasadlarında ümumiyyətlə qopmalar, aşınmalar zamanı vətəndaşların sağlamlığına zərər verə bilər, əmlakına zərər verə bilər. Bu zaman vətəndaşlar nə etməli? Vətəndaşlar bu zaman mütləq ki, hardasa bir qopma və yaxud çatlama təhlükəsi gördükdə müvafiq qurumlara bildirməli və müvafiq qurumlar tərəfindən də vaxtında tədbir görməli, təmirini həyata keçirməlidir ki, binanın fasadına, istiliyinə və istismar müddətinə mütləq ki, təsir göstərməsin.
yenidən qurma işləri aparılır. Bu yenidən qurma işləri aparılmazdan əvvəl həmin köhnə binalarda Nazirliyin müvafiq qurumları tərəfindən, yəni müayinə institutları tərəfindən texniki baxış keçirilir həmin binaya. Həmin texniki baxış əsasında, texniki baxışın nəticəsinə uyğun texniki rəylər hazırlanır. Həmin köhnə binanın daşıyıcı konstruksiyalarının vəziyyəti qiymətləndirilir. Əgər təhlükəsizlik tələblərinə cavab verirsə, bu hazırlanmış texniki baxış nəticəsində, onda yenidən qurma işlərinin aparılmasına icazə verilir. Yox, texniki müayinə zamanı əgər nöqsanlar və yaxud risklər aşkarlanarsa, onda yenidən qurma işlərinin aparılmasına icazə verilir. Tikinti aparılan zaman tikinti şirkətləri tərəfindən tikinti norma və qaydaları, yəni kobud şəkildə pozularsa, dövlət nəzarəti zamanında həmin işlər dayandırılır. Məsul şəxslər, yəni ki, tikinti işlərini aparan şəxslərə inzibati tədbirlər görülür və aşkar olunmuş nöqsanlar aradan qaldırılana dək tikinti işlərinin aparılması dayandırılır. Bəs görəsən yeni yaşayış binalarının layihələndirilməsi zamanı Dövlət Yanğın Nəzarəti İdarəsində hansı sənədləşmə işləri həyata keçirilir? Qeyd etmək istəyirəm ki, sifarişçi tərəfindən hər hansı bir yaşayış binasının layihələndirilən zaman yerli icra hakimiyyəti orqanına müraciət olunur. Həmin müraciət əsasında yerli icra hakimiyyəti orqanı tərəfindən Dövlət Yanğın Nəzarət İdarəsinə müraciətlər ünvanlandırılır. Həmin müraciətlər əsasında Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşları tərəfindən, yəni aidiyyatı şöbəsi tərəfindən həmin tikinti gedəcək sahəyə, torpaq sahəsinə baxış keçirilir və kommunikasiya ilə bağlı araşdırmalar tələb olunur. Yəni hansısa qurumun oradan kommunikasiya xətti keçir və yaxud keçmir. Bu məzmunda araşdırmalar tələb olunur. Həmin araşdırmalar təqdim olunduqdan sonra tikinti altı torpaq sahəsinin yanğın təhlükəsizliyi baxımından razılaşdırma işləri həyata keçirilir və yekunda rəy verilir. Həmin rəydə məktub formasında yerli icra hakimiyyəti orqanlar ünvanlandırılır. İkinci mərhələdə isə layihə smeta sənədləri təqdim olunur. Dövlət Yanğın Nəzarət İdarəsinin aidiyyatı şöbəsinin əməkdaşları tərəfindən həmin layihə smeta sənədlərinə baxış keçirilir və orada göstərilən məsələlər yanğın təhlükəsizliyi norma qaydalarına uyğun gəlirsə, orada ikinci bir rəy təqdim olunur sifarişçiyə. Yəni layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılması rəyi təqdim olunur. Həmin sifarişçi o rəyi əldə rəhbər tutaraq yerli icra hakimiyyəti orqanına tikintiyə icazə xüsusi nişanı aldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin digər qurumları ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlaya bilər. Və bu tikinti işləri zamanı Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən də mütəmadi olaraq nəzarət funksiyaları həyata keçirilir. Tikinti işləri başa çatdırıldıqdan sonra sifarişçi tərəfindən yenidən Dövlət Yanğın Nəzarət İdarəsinə müraciət olunur. Təbii ki, yazılı formada müraciət olunur. Və Dövlət Yanğın Nəzarət İdarəsinin aidiyyatı şöbəsi tərəfindən həmin tikinti gedən binaya baxış keçirilir. Layihədə əksini tapmış, yəni layihədə göstərilən normalara uyğunluq, yəni mövcud olduqda binanın yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu barədə rəy təqdim olunur sifarişçiyə. Yəni bunun nəticəsində də bina istismara gedir və sənədləşmə mərhələsinə başlayır. Əlbəttə ki, risk daha çox köhnə binalardadır. Çünki köhnə binalarda kommunikasiya xətləri sıradan çıxıb və yaxud köhnəlmiş vəziyyətdədir. Binanın uzun müddətli istismar olunduğunu nəzərə alsaq, köhnə binaların, bu zaman daşıyıcı konstruksiyalar, yəni əsas konstruksiyalar uzun müddətli istismara əsasən dayanıqlıq vəziyyəti zəifləyir. Bu zamanda texniki təhlükəsizlik tələblərinə cavab vermir və təhlükəsizlik normalarına uyğun olmur. Tikinti sahəsində hər hansı bir biliyi olan bilikli şəxslərlə hər hansısa bir mənzil seçimində və yaxud yaşayış yeri seçimində yəni gedilsə, yəni qərar versə daha düzgün olar. Çünki tikililərdə qeyd elədiyimiz kimi, yəni üzdən bəzəyinə çox fikir vermək lazım deyil. Əlbəttə ki, o tikilinin dayanıqlığı daha mühümdür. Oradakı kommunikasiya xətlərinin sazlığı, yanğın təhlükəsizlik tələblərinə cavab verməsi. Bir çox hallar, yəni ki, əsas daşıyıcı konstruksiyalara fikir verirsə daha önəmlidir. Daşıyıcı konstruksiyaların da yəni təhlükəsizliyi bizim qurum tərəfindən təmin olunur. Necə təmin olunur? Demək, daşıyıcı konstruksiyaların üçün təhlükəsizlik təqdim olunmuş layihə sənədlərinin ekspertizası, tikinti işləri gedən zaman
yerində baxış texniki nəzarət əsasında təmin olunur. Bu zaman daşıyıcı konstruksiyalarda istifadə olunan tikinti materiallarının keyfiyyəti yoxlanılır. Əgər texniki hesabatlar tələb olunur, əgər uyğunsuzluq aşkar olunarsa, həmin an işlər dayandırılır. Binanın fasadı bilirsiniz ki, şəhərin dilidir, şəhərin danışan dilidir, üslubudur, həm də möhkəmliyidir. Bunun üçün vaxtında tədbirlər görülməli, təmirləri həyata keçirməli və materialların mütləq ki, yeni tikilmiş binalarda artıq bundan sonra sertifikatlaşdırılmış və keyfiyyətli materiallardan istifadə olunmasına diqqət göstərilməlidir. Gələcəkdə yenilənmiş material sahəsində dəyişikliklər gözlənilir ki, bu materiallarda təhlükəsizlik baxımından keyfiyyətli olsun, davamlılığı estetik cəhətdən də həm də görünüşünə təsir edir. Bilirsiniz ki, ventilyasiya olunan fasad sistemlərindən istifadə olunacaq, yaşıl fasadlardan, yaşıl divarlardan istifadə olunacaq, günəş qırıcı panellərdən istifadə olunacaq. Məsələn, damların üstündə günəş elektrik panellərindən istifadə olunacaq. Fövqəladə Hallar Nazirliyi üçün təhlükəsiz bina anlayışı konkret olaraq nə deməkdir? Baxın bu sualın cavabını da öyrəndik. Ümumiyyətlə Fövqəladə Hallar Nazirliyi üçün təhlükəsiz bina o binadır ki, tikinti, yanğın və texniki təhlükəsizlik baxımından bütün standartlara cavab verən bina təhlükəsiz bina sayılır. Bu binalarda qeyd etdiyimiz kimi də daşıyıcı konstruksiyaları möhkəmdir, yanğın təhlükəsizliyi tələblərinə cavab verir, yanğın söndürmə avadanlıqları işləşdir və istifadə olunandır, evakuasiya çıxışları açıqdır, istifadə üçün yararlıdır, elektrik və qaz xətlərinin sistemlərini təhlükəsizdir. İldə 2 dəfə Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən planlı şəkildə yoxlamalar həyata keçirilir. Mənzil tikinti kooperativi balansında olan yaşayış binalarında. Bu birinci yoxlama ilin birinci yarısında keçirilir, ikinci yoxlama da ilin ikinci yarısında keçirilir. İkinci yarım ildə daha doğrusu keçirilir. Yəni bu yoxlamalar zamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr sistemindən çıxarışlar alınaraq, yəni o çıxarış əsasında yoxlama keçirilir. Yoxlama zamanı da bütün yanğın təhlükəsizliyi tələbləri göz önünə alınaraq diqqətli yoxlamalar aparılır və aşkar olunmuş nöqsanlar barədə obyekt rəhbərlərinə yazılı olaraq təqdim olunur. Və yoxlamanın nəticəsi ilə bağlı inzibati protokol tərtib olunaraq aidiyyət üzrə göndərilir. Əlavə olaraq ildə 4 dəfə yoxlama da keçirmək olar ki, bununla bağlı hər hansı bir şikayət olarsa, vətəndaş şikayəti və yaxud digər səbəblərdən şikayətlər olarsa, ildə 2 dəfə də plandan kənar yoxlama çıxarış alınmaqla plandan kənar yoxlamalar keçirilmək olar. Təxliyə yolları yanğın və digər fövqəladə hadisələr zamanı insanların binadan təhlükəsiz köçürülməsi üçün nəzərdə tutulubdur. Bununla bağlı qanunda da bir neçə qadağalar mövcuddur ki, dəhlizlər, keçidlər, pilləkən qəfəsləri və çıxış qapıları maneəsiz şəkildə saxlanılmalıdır. Yəni günün iş saatlarında qapılar belə maneəsiz bağlanmamış şəkildə açıq vəziyyətdə saxlanmalıdır. Ki, baş verə biləcək hər hansı bir hadisə zamanı qeyd etdiyim kimi insanların köçürülmə işləri daha asan və təhlükəsiz həyata keçirilsin. Bu çıxışlar əsasən binada yaşayan sakinlər tərəfindən qeyd etmək istəyirəm ki, binaların pilləkən qəfəslərini bir çox hallarda rastlaşırıq ki, anbarlara çevirirlər və yaxud digər təyinatda istifadə edirlər. Yəni bu ən əsas sakinlər tərəfindən həyata keçirilir və ola bilər ki, mənzil kooperativi, tikinti kooperativi əməkdaşları tərəfindən də müəyyən əşyalar qoyula bilər. Yəni bununla bağlı da biz mütəmadi olaraq yoxlamalar zamanı və digər təbliğat xarakterli tədbirlər zamanı vətəndaşlarımızın mütəmadi olaraq diqqətinə çatdırırıq ki, bu ilk növbədə həminki vətəndaşlarımızın özünə ziyandır. Yəni hər hansı bir qeyd etdiyim kimi hadisə zamanı burada insanların təxliyə məsələsi
çox çətinləşir. Həmin təxliyə yolları elektrikli lövhələrlə, yəni işıqlandırıcı lövhələrlə təmin olunmalıdır ki, günün qaranlıq vaxtlarında, yəni baş verən hadisə zamanı təbii ki, burada elektrik verilişində fasilələr yarandığı üçün insanların təxliyəsi və yaxud insanların özü binadan çıxarkən təxliyə yollarını asanlıqla görə bilsinlər. Əlavə olaraq hər bir yaşayış binasında qəza enerji mənbəyi olmalıdır ki, yəni baş verə biləcək hadisə zamanı bunun istər avtomatik xəbərverici siqnalizasiya sisteminin işə düşmə məsələsidir, həmin o şərti işarələrin işləmə məsələsidir və yaxud binaların zirzəmisində avtodayanacaqlar vardısa, orada avtomatik yanğın söndürmə sistemlərinin işləmə məsələsidir ki, yəni bunların hamısı bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Əvvəlki, deyək ki, bir neçə il bundan qabaq olan normalarla günümüzdəki normalar istər-istəməz dəyişiklik olubdur, qanunda günü-gündən müasir dövrlə uyğunlaşdırılır və dəyişikliklər təsdiqlənir. Buna görə də təbii ki, bugünkü gündə yeni tikilmiş binalarda təhlükəsizlik sistemləri daha üstündür, daha yaxşıdır. Amma belə demək olar ki, o köhnə binalarda da o qanun pozuntularına əksər yol verən vətəndaşlarımızdır. Həyatımızda birinci olan məsələ yanğın təhlükəsizliyidir. Yəni bugünkü gündə insana ən çox zərər yetirən, istər bu daşınmaz əmlakdır, istər daşınan əmlak olsun, yəni insana ən çox küllü miqdarda zərər yetirən yanğındır. Yəni ona görə birinci növbədə evlərimiz olsun, iş yerlərimiz olsun, avtomobillərimiz olsun ki, burada çalışmalıyıq. Gözəllikdən vacib ən əsas məsələ yanğın təhlükəsizliyinə və texniki təhlükəsizliyə əməl etmək lazımdır ki, yəni xoşagəlməz hadisələrlə rastlaşmayaq. Məlumat daxil olduqda dərhal radio telefonçu tərəfindən həyəcan siqnalı verdikdə məlumatı dəqiqləşdirir. Bu vaxtı biz Fövqəladə Hallar Nazirliyinin belə deyim ki, gün planına, qrafikinə uyğun bizim şəxsiyyət gündəlik 24 saat ərzində öz xidmətini bundan qurur. Bu həyəcan dərsi zamanı məlumat daxil olduqda, həyəcan siqnalı verdikdə şəxsiyyət harda, hansı vəziyyətdə asılı olmayaraq bir dəqiqə ərzində döyüş paltarlarını geyərək avtomobilə oturaraq həmin bir dəqiqə ərzində avtomobil yanğın yerinə yönəlir. Hər avtomobildə demək döyüş hesabına olaraq sürücüsü, yanğın söndürəni, növbərəsi, köməkçi və yaxud da komandirlərdən təyin olunur. Hər kəs öz avtomobilinin və yaxud da ki, belə də döyüş hesabını dəqiq bilir. İnsanların ən çox kütləvi toplanışdığı binalardır ki, demək bu binada yanğın baş verdiksə, aşağı mərtəbələrdə tüstülənmə olduqsa, dərhal binanın demək olar ki, ümumiyyətlə tüstülənir. Həmin binanın mənzilində olan vətəndaşları xilas eləmək, o bizə daha çətinlik belə deyək yaradır. Ən çox qarşılaşdığımız belə deyək ki, problemlərdən biridir. Yəni bizə yol verilmir. Sarışın işıq yanır, həm səs siqnalı verilərək buna baxmayaraq vətəndaşlarımız yenə yol vermir. Görürsünüz ki, dünya təcrübəsində baxırıq, qonşu ölkədə, Türkiyədə yəqin ki gördünüz, insanlar özlərini oteldən ataraq xilas etmək eləyir, ancaq halbuki bu fəsadlar törədir ki, özün bilə-bilə 5-ci, 4-cü və yaxud da 10-cu mərtəbədən sonra öz ki, xilas olmazsan, bu xilas olmaq deyil. Ancaq gözləyib, dözümlü olub, yəni biz yanğın söndürən xilas ediciləri gözləsələr, biz onları anında, tez bir zamanda belə deyək, təhlükəsiz xilas edə bilərik. Vətəndaşlara tövsiyəmiz oldu ki, bugünkü gündə belə deyək, bu qaz cihazlarından düzgün istifadəsi, qaz pesləri, sobaları, şəxsi evlərdə bugünkü gün qaz sobalarının quraşdırılmasında və yaxud da hansı ki, nəzarətsiz belə deyək, yanaq plitənin üzərində hansı oradan çaydan olsun və yaxud da yemək pişirərkən nəzarətsiz qoymaq, tərk eləmək evi, bax bu səbəblərdən yanğınlar ən çox baş verir. Belə deyək, insan harda varsa, insan yaşayış varsa, yanğın olacaqdır. Nəzarətsiz qoyduqca da bu yanğın olacaq. Ona görə heç bir yanğının evi və yaxud da qaz cihazlarının, elektrik cihazlarının başsız və yaxud da nəzarətsiz qoymamaq. Onları tövsiyə eləyərdik ki, yəni özlərini qorumaq, təhlükəsiz həyat arzu edirəm hamımıza, vətəndaşlarımıza. İnsan faktoru harda vardısa, yəni bu hadisə qaçınılmazdır. Biz dövlət qurumlarının üzərinə düşən əsas vəzifələrdə, yəni bu baş verə biləcək hadisələri əvvəlcədən maarifləndirmə işləri ilə, digər profilaktik vasitələrlə, yəni bu insanlarımızı maarifləndirək ki, yəni bu hadisəyə qədər biz bu işləri görməliyik ki, yəni hadisədən sonra daha gec olur. Yəni ona görə də biz çalışdığımız qədər Dövlət Yanğın Nəzarəti İdarəsi olaraq, yəni bir Fövqəladə Hallar Nazirliyi olaraq çalışırıq ki, yəni insanları əvvəlcədən maarifləndirək,
bu kimi hadisələrə gətirib çıxarmasın, vətəndaşlarımız, dövlətimiz küllü miqdarda ziyanla üzləşməsinlər. Yəni ziyan dəyməsin. Burada bu hadisə vaxtı çalışmaq lazımdır ki, yəni hadisədə çıxış yolunu tapmaq. Yəni panik olanda insan daha tez özünü itirir. Yəni hadisənin zərəri 1 olacaqsa bu 5 olur. Yəni ona görə də birinci növbədə binada məsəl üçün yanğın hadisəsi baş veribsə, burada əsas məsələ nədir? Yəni insan həyatı. Birinci növbədə yəni bizdə də bu belədir ki, insanların həyat və sağlamlığı. Yəni birinci növbədə bizdə xilas etmə işləri aparılır. Yəni hadisə yerində insan vardısa, birinci o xilas etmə işləri aparılır. Ondan sonra yanğının yayılması və məhdudlaşdırılması işləri həyata keçirilir. O paklama yerlərinə düzgün fikir versinlər və biz hadisəyə çıxdıqda gördükdə sayrışan işığı, səs siqnalı ilə biz hərəkət ediriksə, bilsinlər ki, biz mütləq hansısa bir hadisəyə çıxırıq. Hadisəyə nə qədər biz tez çatsaq, bir o qədər bizim müdaxiləmiz tez olar. Ona görə də vətəndaşlarımızdan tövsiyəmiz, xahişimiz olardı ki, bu kimi hallara diqqət yetirsinlər, fikir versinlər. Dəfələrlə olubdur, hadisələr praktikada vardı. Respublikanın digər rayon və şəhərlərində də bu kimi hallara rast gəlinir ki, vətəndaşlarımız gətirir avtomobilləri necə gəlib yaşayış binalarının ərazilərində saxlayır. Nəticədə hadisə baş verib. Hadisə baş verən zamanda, yəni orada yanğın xilas etmə işləri, yəni ləngiyir, bəli. Yəni çətinləşir. İnsanların xilas etmə işləridir, yanğının söndürülməsidir, yayılmasının qarşısının alınmasıdır. Yəni bu istər-istəməz ləngiyir. Ona görə də bir daha vətəndaşlarımıza buradan çatdırmaq istəyirik ki, ümumiyyətlə yəni avtomobillər olsun, yaşayış binalarının ərazisi olsun və yaxud digər sahələrdə qeyri-yaşayış obyektlərinin ərazisində olsun, məsəl üçün ticarət müəssisələrində, yəni avtomobilləri park edən zaman birinci növbədə çalışmaq lazımdır. Park yerləri vardısa, yaşayış binasının zirzəmisində və yaxud digər ərazilərdə park yerləri vardısa, yəni aidiyyatı üzrə park yerlərində saxlasınlar. Dövlət kanalımızı biləsiniz, növbətçi, çalışsın. Yanğın başlayanda saniyələr qərar verir. Ya düzgün bir reaksiya, ya da ki, böyük bir faciə. Məsələ, əziz tamaşaçılar, bu səbəbdən yanğın söndürənlər üçün hər bir çağırış zamanla yarış deməkdir. Və sonda gəlin unutmayaq ki, yaşayış binalarında təhlükə hər an baş verə bilər. Amma təhlükəsizlik qaydalarına əməl etmək bizim seçimimizdir.